İdeal piraşki necə olmalıdır? Mənə görə üzəri xırçıltılı, içi yumuşaq, nazik xəmirli, bol kartoflu. Həmişə bu resept ilə hazırlayıram. Hazırlanması da çox rahatdır. İlıq südün üzərinə ilıq su, duz, şəkər tozu, maya və bir ədəd yumurta əlavə edib qarışdırıram. Daha sonra üzərinə hissə isə unu əlavə edirəm. Ən sonda üzərinə duru yağ əlavə edib ələ yapışan xəmir yoğururam. Xəmir təxmini 30-40 dəqiqəyə mayalanır. O vaxta qədər içliyini hazırlayıram. Ən dadlısı kartof və qızardılmış soğandır. 30 dəqiqəyə xəmirim də hazır oldu. Görün nə gözəldir. 50 qramlıq kündələr tutub piraşkilərə forma verirəm. Bu arada bütün məhsulları evdən çıxmadan Bravo onlayn tətbiqindən sifariş edirəm. Bravoda əladan əla kampaniyası başlayıb. Bir çox məhsul da endirimdədir. 21 yanvara qədər Bravoda əladan əla kampaniyası və 40 manat üzəri alış-verişdə pulsuz çatdırılma var. Və salam piraşkiləri bol qızğın yağda qızardıram. Dadlıdır. Mütləq hazırlayın. Sizə nuş olsun, mənə də xoş olsun.